Bu Əliyev rejimi bu gördüyünüz, bu terrorçu xain rejimdir. Bunlar getməlidir. Bunlar getməlidir. Azərbaycanda ədalətin bərpa olmasını istəyirsinizsə, bunun bir dənə yolu var, təşkilatlanıb bu rejimi devirmək. Tutarı getdi. Təşkilatlanıb qətiyyətli, ləyaqətli insanlarla, qardaşlarla, bacılarla əl-ələ verib bu rejimi devirmək lazımdır. Göndərib milli hakimiyyət qurmaq lazımdır. Kişilərdən ləyaqətli, düzgün, dürüst insanlardan hakimiyyət qurmaq lazımdır. Tutarı getdi. Heç kəsində problemimiz adı həll olunur. Sən də çıxırsan danışsan, mən də o da heç bir problem də həll olunur. Veclərini almırlar. Adamlar biz danışdıqca aparlar, öldürürlər. Bak Elvin İsayevi. Yoxa çıxardıblar. Bak bundan önce Elvin Kərimliydi qardaşın adı. Elvin Kərimli. Heydərin heykəlinə Stalin yazmışdı. Adamı astılar, öldürdülər içəridə. Yalandan dedilər ki, özünü intihar edib. Yalandan. Yəni artıq keçmir də. Bu rejim getməlidir. Xalqla danışmaq lazımdır. Təşkilatlanıb, əl-ələ verib, öz o təşkilatlanma da xaricdən başlamalıdır. Daxildən o mümkün deyil. Vurub dağıdırlar, mümkün deyil. Xaricdən başlamaq lazımdır. O təşkilatı da yaradanda xalqın təşkilatı olmalıdır. Xalqın iradəsini qazanmaq lazımdır. Xalqla danışmaq lazımdır. Maarifləndirmək lazımdır. Xalq, bu millət, bu cəmaat Azərbaycana ədalətin gəlməsində canını, malını, mülkünü, qanını, canını fəda verməyə var mı, yox mu? Hazırdır ya, yox. Hazır diyorsa hazırlayaq, illərlə işləyə üstündə. İşləyə bu millətin yatan qeyrətini, yatan namusunu oyadaq. Bu darvazadan içəri namusu yığışdırın. Artıq bir kişi olmaq lazımdır, bir qiriyyətli namuslu olmaq lazımdır. Bir milli kişi olmalı, milli qeyrətimiz olmalıdır. Sen darvazadan içeri yaxşı kişi olsan ne olacak ki? 5-6 oğlanın içinde yaxşı kişi olsan ne olacak kardeş? Vətəni xilas eləmək lazımdır. Gələcəyimiz məhv olur, abrımız, həyamız gedir. Bizi zəlil günə qoyublar. Konkret bunlara qarşı qardaş təşkilatlanmaq lazımdır, vuruşmaq lazımdır.